Bir uzak komşumuz var. Aha. O deməli hanım çok kıskançtı. Möhkəm güləndi. Ama kişi biraz sakitdi, fağırdı. İnan bak, danışanda səsi çıxır, danışmayanda səsi çıxmır. Hə. Deməli, indi gör necədir. Bu gedir işə. Hə, hanım gedir işə, kişi qalıb evdə. Hanım da biraz qısqancdır. Deməli, səhər 8-də gedir, axşam 8-də gəlir. Zəng gelir evi. 2 saatdən sonra zəng gelir elə. Əlişka, necəsən? Nə var, nə? Nə edirsən evdə? Yürüyüz, oyanmışam, uşaqlara zavtırıq verirəm. Səhər yemək. Evdəsən? Hə. Evdəsən? Onda kes kuxniyə, kes mətbəxə. Orada mikser var. Götür onu işlət, görüm evdəsən ya yox. Ha, kişi keçir mətbəxə, mikseri götürür, telefonda səsini verir. Arvad eşidir, deyir, şükür Allah, yaxşı, işinlə məşğul ol. 3 saatdan sonra yenə zəng gelir. Əlişka, nə edirsən? Qəzet oxuyuram. Düzün də, ha, qəzet oxuyursan. Hə, qəzet. Ya, kes kuxniyə, mikseri götür, işlət, mən bilim evdəsən. Neyse, bu da gene gedir, üçüncü dəfə deyiliyir elə, akşam 7'dir, 8'də işləyib 90 dəqiqə, deməli, yenə zəng gelir, Əlişka, evdəsən? Hə, evdəyəm. Hə, kes kuxniyə, mikseri götür işlət, ona işləmiş 10 dəqiqə, yenə zəng gelir arvad evə. Arvad evə gəlmir. Uşaq, hələ yox, 11'də, 12'də gəl. Uşaq götürür, mama nədir? Deyir, Əlişkanı çağır. Əlişka yoktu. Ha, neydi o? Deyir, ana mikseri götürdü, çıktı gitti. Ha.